Word-də sadəcə bir səhifəni eninə çevirmək istəyəndə bütün sənədiniz korlanır. Bu videoda qalan səhifələrə toxunmadan yalnız istədiyiniz səhifənin istiqamətini dəyişməyin ən asan yolunu göstərirəm. Dostlar salam. Girişdən də aydın olduğu kimi biz Word sənədimizdə istədiyimiz səhifəni portret, istədiyimiz səhifəni isə necə landscape verəcəyimizi öyrənəcəyik. Məsələn, bizim indiki sənədimizdə birinci səhifə baxırıq ki, hansı formadadır? Portrait. Gəlirəm ikinci səhifəmizə. Gördüyünüz kimi landscape. Yaxşı, biz bunu necə etdik? Dostlar, bu sənəddə qalaraq gəlirəm üçüncü bir səhifə yaradıram. Gördüyünüz kimi üçüncü bir səhifəmiz landscape oldu təbii ki, çünki ikinci səhifəmiz də landscape'dir. Lakin mən bunu portrait eləmək istəyirəm. Nə edirəm? Dostlar, çox bəsit bir yolu var. Diqqətlə qulaq asın. Gəlirəm ikinci səhifəyə. Yəni hansı səhifəni dəyişmək istəyirəmsə, bir öncəki səhifəyə gəlirəm. Yuxarıdakı paneldən layout-a gəlirəm. Burada breaks var. Breaks. Yəni səhifələri bir-birindən ayırmaq. Oraya girirəm. Burada next page var. Yəni mənim bir sonrakı səhifəmi həmin səhifədən ayır. Vurdum. Gördüyünüz kimi, daha doğrusu görmədiniz, bu sənəd, bu səhifə artıq ikinci səhifə, üçüncü səhifədən ayrıldı. Mən artıq üçüncü səhifədə istədiyim dəyişikliyi edə bilərəm. Yəni dərsimizə uyğun olaraq nə edirik? Gəlirəm landscape-ə, buradan orientation-a gəlirəm, landscape deyil, portrait verirəm. Dostlar, budur. Gördüyünüz kimi artıq ikinci səhifə landscape olduğu halda üçüncü səhifə portrait oldu. Bu qədər bəsit dostlar. Bu cür videoların davamının gəlməsi üçün səhifəmə abunə olmağınızı xahiş edirəm. Videolarımı bəyənib daha çox insana çatmasına dəstək ola bilərsiniz, yorum yaza bilərsiniz. YouTube bunları daha çox istəyir. Alqoritma bunu tələb eləyir. Sizlərdən də gözləntim sadəcə budur dostlar. Yeni videolarda görüşmək üzrə. Yaxın zamanda 10-15 videodan sonra artıq praktiki dərslərə də keçəcəyik. Hər keçdiyimiz 10, 15 və ya 20 dərsin praktiki dərslərini də həyata keçirərək daha çox məlumatların yaddaşınızda daha möhkəm qalmasını kömək eləyəcəyik. Görüşənədək dostlar, özünüzə yaxşı baxın.